Gecə tikinti işləri sakinlərin narazılığına səbəb olub. BTV xəbər verir ki, Bakı şəhəri Nəsimi rayonu Akademik Həsən Əliyev küçəsində aparılan tikinti işləri ilə bağlı redaksiyamıza vətəndaş müraciəti daxil olub. Müraciətdə bildirilir ki, sözü gedən ərazidə tikinti işləri gecə saatlarında da davam etdirilir. Beton tökülməsi və ağır texnikaların fəaliyyəti ətrafda yaşayan sakinlərin istirahətinə ciddi mane olur. Vətəndaşlar gecə saatlarında yaranan yüksək səs-küyün uzun müddətli davam etdiyini bildirərək aidiyyəti qurumlardan məsələyə müdaxilə olunmasını və tikinti işlərin qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsini xahiş edirlər. Qeyd edək ki, tikinti ərazisinə yerləşdirilən məlumat lövhəsinə əsasən sifarişçi və podratçı Pilot 16 məhdud məsuliyyətli cəmiyyətdir. Layihəyə görə tikinti işlərin başa çatdırılması tarixi 15 mart 2027-ci il göstərilib. BTV olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Siz də narahat olduğunuz məsələləri çəkib BTV-nin qaynaq xəttinə göndərin. 060 212 03 03. BTV Xəbər.az